Salam əziz dinləyicilər, xoş gördük sizi. Bugün yenə dərin bir mövzuya başvururuq. Jared Diamond'ın Seks Niyə Keyif Verir əsərindən yola çıxaraq insan cinsəlliyinin bəzi, deyərdim ki, çox unikal tərəflərini araşdıracağıq. Salamlar. Bəli, həqiqətən də çox maraqlı mövzudur. Məqsədimiz, yəni anlamağa çalışmaqdır ki, niyə bizim insanların cinsi davranışı digər heyvanlardan bu qədər fərqlənir? Və niyə seks bizim üçün tez-tez sadəcə çoxalma deyil, həm də, necə deyərlər, keyf məsələsidir? Əlbəttə, bugün əsasən toxunacağımız məqamlar, deməli, gizli ovulyasiya məsələsi olacaq. Aha, Sonra seksin təkcə nəsil artırma deyil, həm də həzz üçün olması, yəni bu rekreasiya funksiyası bəli. və təbii ki, qadınlarda menopauza fenomenini müzakirə edəcəyik və bütün bunların sosial nəticələri təbii ki. Əla. Elə isə gəlin birbaşa bu həzz məsələsindən başlayaq. Çünki bu, bəlkə də ən gözə çarpan fərqdir. Düzdür. Yəni, mənbələrdə də vurğulanır ki, biz insanlar əksər heyvanlardan fərqli olaraq heç məhsuldar olmadığımız dövrlərdə belə, yəni hamilə qalma ehtimalı olmayanda da, deyəsən sırf zövq üçün cinsi əlaqədə oluruq. Bəli, bu çox önəmli bir nöqtədir. Heyvanlarda isə adətən necədir? Ancaq o qızışma, estrus dövründə cütləşmə baş verir. Sonra bitir. Tamamilə doğrudur. Onlarda çox vaxt hormonların diktəsi ilə baş verir bu proses. Amma insanlarda həm kişilər, həm də qadınlar bu həzz hissini yaşayır və bu il boyu davam edə bilir. Bu, yəqin ki, təsadüfi bir şey deyil. Yəqin ki, bunun bir təkamül mənası olmalıdır. Qətiyyən təsadüf deyil, əlbəttə. Diamond'ın da irəli sürdüyü əsas arqumentlərdən biri məhz budur ki, bu davamlı cinsi həzzin çox güclü bir təkamül səbəbi var. Nədir o səbəb? Əsas səbəb cütlük bağlarını möhkəmləndirməkdir. Baxın, insan övladları həddən artıq uzun müddət, yəni illərlə valideyn qayğısına möhtac qalır. Doğrudan da, digər primatlarla müqayisədə çox uzun bir asılılıq dövrü var. Bəli. Və bu davamlı cinsi cazibə, bu həzz hissi elə bir ki, valideynləri bir arada saxlayan bir növ yapışqan rolunu oynayır. Bu da o uzun və çətin uşaq böyütmə prosesini, necə deyim, asanlaşdırır, təmin edir. Deməli, həzz təkcə fərdi bir xoş duyğu deyil, həm də nəslin davamını təmin edən sosial bir mexanizmdir. Tam olaraq. Sosial bir funksiyası var. Bu insanı həqiqətən də bir çox digər növdən ayıran fundamental bir uyğunlaşmadır. Bu, həqiqətən də bizim sosial quruluşumuzun, ailə anlayışımızın təməlində duran bir şey kimi görünür. Çox maraqlıdır. Bəli, bəli. Bəs başqa hansı unikallıqlarımız var? Məsələn, o gizli ovulyasiya dediyiniz şey. Bu nə deməkdir tam olaraq və niyə bu qədər önəmlidir? Bu da insan dişilərinə xas olan çox qəribə bir xüsusiyyətdir demək olar. Qəribə? Niyə qəribə? Ona görə ki, qadının nə vaxt yumurtladığını, yəni mayalanma üçün ən əlverişli dövrdə olduğunu göstərən, demək olar ki, heç bir aydın, gözə çarpan xarici əlamət yoxdur. Başa düşdüm. Yəni, heyvanlarda olduğu kimi xüsusi bir qoxu, şişkinlik, rəng dəyişikliyi filan olmur? Əksər məməlilərdə, bəli, dişi qızışma dövründə olduğunu çox aydın şəkildə büruzə verir. Xüsusi qoxular buraxır, bədənində şişkinliklər olur, rəngi dəyişir, davranışı dəyişir, erkəklər bunu asanlıqla anlayır. Amma insanlarda bu proses tamamilə daxildə gedir, gizlidir. Tamamilə. Yaxşı, bəs bunun nəticəsi nə olur? Yəni, əgər kişi qadının nə vaxt məhsuldar olduğunu dəqiq bilmirsə, bu cinsi davranışı necə dəyişdirir? Məncə bu, o əvvəl danışdığımız həzz və cütlük bağı ilə birbaşa əlaqəli olmalıdır, eləmi? Əlbəttə, əlaqəlidir. Yəni, bu qeyri-müəyyənlik kişini daha tez-tez cinsi əlaqədə olmağa sövq edir. Çünki fürsəti qaçırmaq istəmir. Tam olaraq. Diamond'un nəzəriyyələri də məhz bu istiqamətdədir. Gizli ovulyasiyanın bir neçə potensial təkamül nəticəsi ola bilər. Birincisi, dediyiniz kimi bu, kişini qadınla daha davamlı, daha tez-tez cinsi əlaqədə olmağa həvəsləndirir. Çünki nə vaxt ata ola biləcəyi dəqiq deyil. Bu da o cütlük bağlarını gücləndirir yenə. Bəli, bu davamlı əlaqə cütlük bağlarını gücləndirir və kişinin qadının, dolayısıyla da potensial övladının yanında qalma ehtimalını artırır. Bu çox vacibdir. Aydındır. Bəs başqa nəticəsi var? İkincisi, bəzi nəzəriyyələrə görə atalığın bu qeyri-müəyyənliyi, kişi aqressiyasını, xüsusilə də digər kişilərə qarşı aqressiyanı və rəqib kişinin övladını öldürmə riskini,
Yəni elmi dildə desək infantisidi azalda bilər. İnfantisit, yəni körpə öldürmə. Necə yəni? Yəni, əgər bir kişi bir qadınla mütəmadi cinsi əlaqədə olursa və qadının nə vaxt yumurtladığı bəlli deyilsə, o doğulan uşağın özündən olub-olmadığına heç vaxt tam əmin ola bilmir. Bu qeyri-müəyyənlik onun potensial olaraq öz övladı ola biləcək bir körpəyə zərər vermə ehtimalını azaldır. Çox məntiqli səslənir. Deməli, gizli ovulyasiya həm cütlük bağlarını gücləndirir, həm də uşaqların təhlükəsizliyini artıra bilər. Potensial olaraq bəli, bunlar əsas nəzəriyyələrdir. Anladım. Həz, gizli ovulyasiya, gəldik siyahıdakı üçüncü unikal xüsusiyyətə, menopauzaya. Bu da ilk baxışda çox qəribə gəlir. Yəni, təkamül niyə belə bir şeyə yol açsın ki? Bir canlının nəsil artırmaq qabiliyyəti niyə həyatının, belə deyək, ortasında dayansın? Bəli, menopauzada təkamül biologiyasının ən böyük sirlərindən və maraqlı tapmacalarından biridir və demək olar ki, yalnız insanlara xas bir xüsusiyyətdir. Bəzi balina növlərində də müşahidə olunur, amma məməlilərin böyük əksəriyyətində yoxdur. Yəni, əksər heyvanlarda dişilər ömürlərinin sonuna qədər bala verə bilir. Adətən belədir, bəli. Yaşlandıqca məhsuldarlıq azala bilər, amma tamamilə dayanmır. İnsan qadınları isə adətən 40'lı 50'li yaşlarında bu qabiliyyəti tamamilə itirirlər, amma sonra hələ xeyli uzun 10 illərlə yaşamağa davam edirlər. Bəs bunun təkamül baxımından izahı nə ola bilər? Yəni, nəsil artırmanın dayanması necə bir üstünlük verə bilər ki? Bu, əksinə təkamülə zidd görünmürmü? İlk baxışda elə görünə bilər. Amma mənbələrdə də geniş şəkildə müzakirə olunan və hal-hazırda ən çox qəbul edilən izah nənə hipotezi adlanır. Nənə hipotezi. Maraqlı addır. Nə deyir bu hipotez? Bu hipotezə görə yaşlı qadınların özlərinin birbaşa uşaq dünyaya gətirməyi əslində təkamül baxımından daha sərfəli bir strategiyadır. Necə yəni sərfəlidir? Çünki bu yolla onlar öz resurslarını, yəni biliklərini, təcrübələrini, zamanlarını, qayğılarını artıq öz övladlarına deyil, öz qızlarının və ya digər yaxın qohumlarının uşaqlarına, yəni öz nəvələrinə yönəldə bilirlər. Yəni nənələr nəvələrin böyüməsinə kömək edirlər. Bəli, nəvələrin sağ qalma şansını artırmaqla, onların daha sağlam böyüməsinə dəstək olmaqla, nənə əslində öz genlərinin, çünki nəvələr də onun genlərinin daşıyıcısıdır, gələcək nəsillərə ötürülməsinə dolayı yolla kömək etmiş olur. Deməli, birbaşa özü doğmaqdansa, mövcud nəslin, nəvələrin sağ qalmasına yatırım etmək daha effektiv olur. Bəli, müəyyən bir yaşdan sonra bu daha effektiv bir strategiyaya çevrilir. Çünki yaşlı qadının özünün doğuş zamanı riskləri artır, amma onun təcrübəsi və qayğısı nəvələrin həyatda qalması üçün çox dəyərli olur. Beləliklə, nəsil artırmaqdan imtina etmək əslində nəslin davamı üçün fərqli, amma çox təsirli bir yola çevrilir. Həqiqətən çox maraqlı və məntiqli izahdır. Deməli, bütün bunları bir yerə yığsaq, belə bir nəticəyə gəlirik ki, İnsan cinsəlliyi sadəcə bioloji bir instinkt deyil. Qətiyyən. O, bizim mürəkkəb sosial həyatımızın, o uzun uşaqlıq dövrümüzün, güclü ailə və cütlük bağlarımızın formalaşmasında demək olar ki, mərkəzi rol oynayan bir sıra çox unikal adaptasiyalarla. Yəni o, həzzə yönəlmə, gizli ovulyasiya, menopauza kimi şeylərlə zəngindir. Tamamilə doğrudur. Bunların hamısı bir-biri ilə bağlıdır və bizim kim olduğumuzu formalaşdırır. Yəni, bütün bunlar bizim özümüzü, münasibətlərimizi anlamağımıza necə kömək edir? Və bəlkə də üzərində düşünmək üçün son bir fikir də əlavə edim. Əgər bizim bu bioloji xüsusiyyətlərimiz, məsələn, həzz axtarışımız, ovulyasiyamızın gizliliyi, nənələrimizin rolu, bizim sosial bağlarımızı, əməkdaşlığımızı, cəmiyyət quruluşumuzu bu qədər dərindən formalaşdırıbsa, Bəli. onda bu təkamül keçmişimizi, bu kökləri anlamaq, bizim bugünkü münasibətlərimizə, cəmiyyətdəki qadın-kişi rollarına ya da ümumiyyətlə insan davranışına dair qəbul etdiyimiz o normalara, bəlkə də biraz fərqli bir gözlə baxmağımıza kömək edə bilməzmi? Bu həqiqətən də düşündürücü sualdır. Yəni, biologiyamızın müasir sosial normalarımıza təsiri. Bəli, bu əlaqəni düşünmək mənə elə gəlir ki, çox faydalı ola bilər. Bu, həqiqətən də hər kəsin özü üçün düşünməli olduğu bir məsələdir. Əla. Çox sağ olun.
bu dərin və maraqlı müzakirə üçün. Ümid edirəm ki, dinləyicilərimiz üçün də faydalı və düşündürücü oldu. Mən də təşəkkür edirəm. Ümid edirəm maraqlı alındı. Əziz dinləyicilər, bugünkü söhbətimiz bu qədər. Əgər bu tip dərin araşdırmaları bəyənirsinizsə, kanalımıza abunə olmağı və bu bölümü bəyənməyi unutmayın. Növbəti buraxılışlarda görüşənədək. Sağ olun.